Əzəli torpaqlarımıza böyük qayıdış davam etdirilir. Bugün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç şarvanı yola salınıb. Doğma yurtlarına dönənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə ata-baba ocaqlarına qayıdan neçə ailə var? Bu barədə isə xüsusi müxbirimiz Habil Aslanoğlu bizə təfərrüatlı məlumat verəcək. Hər vaxtın xeyirli olsun Habil. Köç barədə informasiyaları daha təfərrüatlı şəkildə səndən eşitmək istərdik. Həmçinin sakinlərlə ünsiyyətdə qurmaq imkanın olubmu və təəssüratlar necədir? Buyur, söz səndə. Salam, hər vaxtın xeyir Gülşən. Bəli, sən də qeyd etdiyin kimi 6 gün ərzində ikinci dəfə Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç bugün reallaşdı. Səhər saat 11-də Tərtər rayon Bayraq meydanına bir araya gələn, yəni ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşan Həsənriz kəndinin sakinləri oradan yola çıxaraq Həsənriz kəndinə gəlirlər. Təbii ki, saat baxımından, məsafə baxımından hazırda onlar bura çatmayıb, ancaq biz izləyicilərimizə Həsənriz kəndində gedən işlər barədə məlumatları çatdırmağa çalışacağıq. Burada demək olar ki, bütün həm evlərin bərpası ilə yanaşı yaz işləri, yaz təmizlik işləri də görülür. Yollar təmizlənir, kol-koslar ayıqlanır, parklar sərgiyə salınır və eyni zamanda digər evlərin də, yəni növbəti köç karvanlarına da hazırlıq işləri aparılır ki, bu da Həsənriz kəndinin sakinləri bu kəndlər məskunlaşandan sonra daha rahat yaşamasına imkan yaradacaq. Bugün ümumiyyətlə iki köç ərəfəsində ümumilikdə 50 ailə artıq Həsənriz kəndində məskunlaşdı. Bildiyimiz kimi ötən çərşənbənin 33 ildən sonra ilk dəfə Həsənriz kəndinin sakinləri öz dədə-baba ocağında çırağını, işığını yandırmaqla həm də həyətlərində Novruz tonqalını yandırmışdılar. Yəni ki, buradan artıq Azərbaycan dövləti bu kadrla demək olar ki, hansı işlərə qadirdir, hansı işləri görməyə çalışır, erməni yandırıb salan işini, soydaşlarımıza məxsus fərdi evləri, yaşa obyektlərini, ümumiyyətlə təhsil səhiyyə ocaqlarını da Azərbaycan dövləti yenidən bərpa edir, yenidən qurur və kənd sakinlərinə, soydaşlarımıza təhvil verir. Bəli, Gülşən, hələ yolda olan 25 ailə kəndə çatmayıb, təbii ki, onlara mənzillərin açarları təqdim olunacaq. Onların təəssüratlarını burada da öyrənməyə çalışacaq. Az öncə Tərtərdə soruşduq, həm söhbət oldu. Onlar təbii ki, ölkə başçısına, Azərbaycan ordusuna öz təşəkkürlərini bir ömür boyu minnətdar olacaqlarını deyirlər ki, uzun illər müxtəlif şəhər və rayonlarında məskunlaşaraq çox çətin vəziyyətdə yaşayıblar. Artıq bu gündən sonra onlar, necə deyərlər, sizin də qeyd etdiyiniz kimi əzəli və əbədi torpaqlarında daha yaxşı, daha xoş günləri yaşayacaqlar, görəcəklər. Gülşən, bizdən bu qədər. Daha ətraflı xəbərlərimizin növbəti buraxılışında izləyicilərimizə sizə çatdırmağa çalışacağıq. Təşəkkürlər Habil, ətraflı məlumat üçün. İlkin təəssüratları da diqqətimizə çatdırdın. İnşallah həmin ərazilərə gəldikdən, öz evlərində məskunlaşdıqdan sonra da təəssüratlarını öyrənib və növbəti buraxılışlarımızda sizə təqdim edəcəyik.